Xəzər TV bugün efirə gedən İncə Səhər verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb. Açıqlamada bugün saat 10:38-də İncə Səhər verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib. Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bugün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. Birinci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və ikinci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl Playout sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb. Nəticədə də verilişin tam yayımı mümkün olmayıb. Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib.